Bu il ötən illərlə müqayisədə nədənsə Şaxta baba və qarqız olmaq istəyənlərin sayında azalma müşahidə olunur. Bu haqda araşdırmanı isə Hürü Əliyeva eləyib. Artıq sabah yeni il bayramıdır. Yeni ilin əsas atributlarından olan Şaxta baba və qarqız hər bir şam ağacının yanında öz yerlərini tutublar. Amma əvvəlki illərdən fərqli olaraq bu il Şaxta baba və qarqız olmaq üçün müraciət edənlərin sayı azdır. Bakı Şəhər İcra Hakimiyyətinin Ticarət və Xidmət Departamentindən bildirdilər ki, əvvəlki illərdə əgər 40-dan çox adam müraciət edirdisə, bu il bu say daha da azalaraq 12 olub. Şaxta baba və qarqızlar da parklarda olan şam ağaclarının ətrafında dayanmışdılar. Baş çəkdiyimiz Hüseyin Cavid Parkında yeni ilin atributlarını görmək mümkün idi. Balacalar isə şam ağacının, Şaxta baba və qarqızın yanında dayanaraq şəkil çəkdirməkdən doymurdular. Dənizkənarı Milli Park ərazisində də artıq şam ağacları bəzənib, Şaxta baba və qarqızla yanaşı müxtəlif cizgi filmlərinin də personajlarını görmək mümkün idi. Şaxta baba və qarqız şam ağacının yanında dayanaraq həm balacaları əyləndirir, onlarla salamlaşır, həm də şəkil çəkdirirdilər. Şaxta baba və qarqız isə əvvəlki illərlə müqayisədə bu il bayramın nisbətən zəif keçdiyini dilə gətirdilər. Bayram bir gözəl keçməni gözləyirik. Baba ona görə gəlib bura. İnşallah gözəl keçər bayramımız. Buna baxmayaraq Şaxta baba və qarqız şam ağacının yanında dayanaraq bayramı qeyd edənlərin yolunu böyük sevinclə gözləyirdilər.